Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. İyul ayının ilk günləri bəzi bürclər üçün maraqlı və dinamik hadisələrlə yadda qala bilər. Astrologların şərhlərinə görə bu dövrdə planetlərin mövqeyi müəyyən bürclərin həyatında fərqli enerjilər yarada bilər. Xüsusilə əkizlər, şir və oğlaq bürcləri üçün qarşıdakı günlərin daha diqqət çəkən keçəcəyi bildirilir. Astrologlar vurğulayırlar ki, bu proqnozlar ehtimal xarakteri daşıyır və insanların həyatında baş verən hadisələr onların seçimlərindən, qərarlarından və gündəlik fəaliyyətlərindən də asılıdır. Bununla belə bir çox insan bürclərlə bağlı şərhləri maraqla izləyir və onları motivasiya mənbəyi kimi qiymətləndirir. İndi isə gəlin yolun ilk günlərində ən çox diqqət çəkən 3 bürc üçün verilən astroloji proqnozlara nəzər salaq. İlk olaraq əkizlər bürcündən danışaq. Astrologların fikrincə Uran planetinin əkizlər bürcünə keçməsi bu bürcün nümayəndələri üçün yeni mərhələnin başlanğıcı hesab olunur. Bu dəyişiklik həyatın müxtəlif sahələrində yenilənmə hissi yarada bilər. Marsın Uranla yaxın mövqedə olması isə qəfil qərarların, gözlənilməz ideyaların və fərqli imkanların ortaya çıxmasına səbəb ola biləcək enerji yaratdığı düşünülür. Bu dövrdə əkizlər bürcü nümayəndələrinin xüsusilə ünsiyyət, informasiya texnologiyaları, təhsil, sosial media və gündəlik fəaliyyətlərində yeni imkanlarla qarşılaşa biləcəyi qeyd olunur. Astrologlar hesab edirlər ki, fərqli düşünmək, yeni layihələrə başlamaq və yaradıcı yanaşma nümayiş etdirmək üçün münasib zaman ola bilər. Lakin mütəxəssislər tələskən qərarlardan çəkinmək, hər addımı diqqətlə planlaşdırmağı da tövsiyə edirlər. Dəyişikliklər bəzən gözlənilməz olsa da, düzgün qiymətləndirildikdə müsbət nəticələr verə bilər. İndi isə şir bürcünə nəzər salaq. Astroloji şərhlərə əsasən Yupiter planetinin şir bürcünə keçməsi bu bürc nümayəndələri üçün o inkişaf və özləyinam hissinin güclənməsi ilə əlaqələndirilir. Planetlərin mövqeyinin liderlik xüsusiyyətlərini ön plana çıxara biləcəyi bildirilir. Bu dövrdə uzun müddətdir planlaşdırılan layihələrin həyata keçirilməsi, yeni əməkdaşlıqların qurulması və yaradıcı ideyaların reallaşdırılması üçün əlverişli imkanların yarana biləcəyi qeyd olunur. Astrologlar hesab edirlər ki, şir bürcü nümayəndələri öz bacarıqlarını daha rahat nümayiş etdirə və ətrafdakılar tərəfindən daha çox diqqət görə bilərlər. Maddi məsələlərdə isə ehtiyatlı olmaq gəlir və xərcləri düzgün planlaşdırmaq tövsiyə olunur. Düzgün qərarlar gələcək uğurlar üçün mühüm rol oynaya bilər. Növbəti bürc isə Oğlaqdır. Astrologların fikrincə ayın Oğlaq bürcündə olması emosional sabitliyin artmasına və məsuliyyət hissinin güclənməsinə təsir göstərə bilər. Bundan əlavə Rahunun təsiri ilə karyera, peşə fəaliyyəti və uzun müddətli planlarla bağlı düşüncələrin ön plana çıxacağı bildirilir. Bu dövr yeni bacarıqlar öyrənmək, mövcud işi qiymətləndirmək, gələcək məqsədləri müəyyənləşdirmək və şəxsi inkişaf üzərində çalışmaq üçün münasib vaxt hesab olunur. Astrologlar Oğlaq bürcü nümayəndələrinə səbirli olmağı, tələsik qərarlar verməməyi və qarşıya qoyulan hədəflərə addım-addım irəliləməyi tövsiyə edirlər. Ümumilikdə iyul ayının ilk günləri əkizlər, şir və Oğlaq bürcləri üçün maraqlı astroloji enerjilərlə xarakterizə olunur. Astrologlar hesab edirlər ki, bu dövrdə yeni imkanlar yarana, fərqli qərarlar qəbul oluna və gələcəklə bağlı mühüm planlar formalaşa bilər. Bir daha xatırladaq ki, astrologiya elmi baxımdan təsdiqlənmiş proqnoz üsulu deyil və bu cür şərhlər daha çox əyləncə və şəxsi maraq məqsədi daşıyır. Hər bir insanın həyatında əsas rolu onun öz qərarları, əməyi və seçimləri oynayır.